Düşünürəm ki, bu gün fikrimi çatdıra bildim. O da budur ki, xristianlar ikili standartlara sahib olmamalıdırlar. İkiyüzlülüyü dayandırmalıdırlar. Belə ki, Muhammed Peyğəmbərə sallallahu aleyhi və aleyhə hücum edərkən, belə deyək, öz evləri şüşədən tikildiyi halda başqasının evinə daş atmamalıdırlar. İsa Məsihin bu qədər mükəmməl şəkildə təqdim edilməsinin yeganə səbəbi odur ki, onlar özləri Roma təsvirinə və Roma qərarına tabe olmağı seçiblər. Bu qərar isə ən yaxşı mənbələrdən başqa bütün digər mənbələri qadağan etmişdir. Biz də eyni şey edə bilərdik. Biz İslamda belə bir məclis qura bilərdik. Orada yığışıb qərar verək ki, yalnız Muhammed Peyğəmbərin Allahın özü kimi super güclərə malik olduğu və tamamilə kamil olduğu barədə rəvayətlər qorunacaq, hamısı doğru elan ediləcək və digərləri yandırılacaq və bir neçə yüz il sonra insanların hamısı Muhammed Peyğəmbərə Allah kimi ibadət edəcək. Odur ki, bu arqument əslində etibarlı deyil. Bəli, bu informasiya üzərindən nəzarət